Herkese salam. Bugün SQL derslərinin ilk videosunu çəkirəm, ilk dərsliyini çəkirəm. Bugün Unit 1-in birinci hissəsini keçəcəyik. Databaza nədir, SQL serverə giriş və SQL server TSQL haqqında danışacağam. Databaza və server nədir? Databaza server məntiqi nədir? Ümumiyyətcə belə düşünün ki, server 7/24 yanlı olan bir kompüter kimi düşünün və databaza isə həmin o kompüterin içində qurulu olan bir texnologiyadır. Texnologiya öz daxilində çoxlu cədvəllər, çoxlu sətirlər saxlayır. Düşünün ki, bir kompüter var və bu kompüterin içərisində çoxlu Excel fayllar var. Bu Excel faylların da daxilində çoxlu cədvəllər var. Bu çoxlu Excel faylı databaza kimi təsəvvür edin və bu kompüter isə server kimi təsəvvür edin. Eyni şəkildə serverin daxilində qurduğumuz SQL server adı ilə və yaxud Oracle SQL və yaxud InnoDB, MariaDB bir çox databaza proqramı kimi düşünün bunu. Databaza məhsulları var, databaza proqramları, yazılımları var, deyək ki. SQL server budur və onun içərisində çoxlu cədvəllər var və bu cədvəllərdə dediyimiz kimi serverdə olur. Əslində bu qədər sadədir. Biz bu dərsliyimizdə databazanı öz kompüterimizə quracağıq. Yəni öz kompüterimizi server kimi istifadə edəcəyik və kompüterimiz söndüyü vaxt o serverdə fəaliyyətini dayandırmış olacaq təbii ki. SQL-ə giriş deyəndə nəyi nəzərdə tuturuq? SQL-ə giriş deyəndə SQL haqqında təməl bilgiləri nəzərdə tutulur. Bu da odur ki, SQL-in nə olduğu və hardan gəldiyi. SQL 1974-cü ildə SQL adı ilə yaradılıb, daha sonra isə adı SQL-ə çevrilib. Qısacası SQL databazaya, yəni dataların olduğu, cədvəllərin olduğu yerə əmr vermək kimi bir şeydir. Məsələn, deyə bilərik ki, get mənə qırmızı rəngli 150 səhifədən kiçik olan qalın qapaqlı kitabları gətir. Məsəl üçün, bu bir əmrdir. Bunu biz normal gündəlik dildə deyirik. Bunun SQL-də də deyilmə tərzi vardır və bunlar, bu əmrlər querying olaraq adlandırılır. Yəni, sizin kompüterə, databazaya istədiyiniz məlumatları verməsi üçün əmr verirsiniz. Bu dərslikdə də ən çox deyil, ən əsas biz bunu görəcəyik. Bəlkə iləri dərslərdə fərqli mövzulara keçid edilə bilər, texnik. Hələ ki o detallı videolar yox, sadəcə querying dərslərini çəkməyə planlayıram. Qısacası SQL budur, əmr vermə dilidir. Yəni bir çox yerdə proqramlaşdırma dili olaraq keçir. Əslində bu belə deyil. SQL bir proqramlaşdırma dili deyil və bütün məlumat dataları SQL-i dəstəkləyir, saf SQL-i dəstəkləyir. SQL server və TSQL nədir? Birinci SQL serveri deyək. SQL server həmin dediyimiz databazalar var ki, biz onları serverləri quraşdırırıq, kompüterləri quraşdırırıq ki, onlar öz daxilində cədvəlləri saxlaya bilsinlər və yaxud qıraqdan gələn yeni məlumatlar həmin o cədvəllərə yazılsın və serverdə tutulsun. Bu texnologiyanı bizə verən, yəni bunu etməyimiz üçün bizə dəstək olan, kömək olan sistemin, proqramın adı da SQL server və bu SQL server arxa planda işləyən bir proqram olduğu üçün biz bu proqramı görə bilmirik və belə deyək ki, istifadəçi dostu şəkildə istifadə edə bilmirik. Buna görə isə SQL Management Studio deyilən bir proqram var, onu qururuq. Bunu gələcək dərslərdə daha detallı başa düşəsiniz. Videolar izləməyə davam edin və praktikalarda biz SQL Management serveri yükləyəndə bunu tam olaraq anlayacaqsınız. Yəni qısaca SQL server Microsoft tərəfindən yaradılmış verilənlər bazasını idarə etmə sistemidir. SQL serverin alternativləri də var. InnoDB, MariaDB və s. Oracle SQL çoxdur alternativləri. Bəs TSQL nədir? TSQL isə sadəcə SQL serverdə işləyən SQL dilidir. Microsoftun yaratdığı advanced bir SQL dilidir, düşünə bilərsiniz. Onu düşünün ki, SQL-də bəlli bir qədər, məsəl üçün 100, 150, 200 qədər əmr var və funksionallıq var. TSQL isə bu əmrləri və funksionallığı artıra bilir. Məsələn, normal SQL-də 100-dənsə, TSQL onu 150 ədəd edir ki, siz daha sürətli, daha rahat querying edə biləsiniz, data yaza biləsiniz və s. və ilaxır. TSQL-i və SQL-ə bunu ayıra bilməyiniz üçün, daha yaxşı qavraya bilməyiniz üçün ANSI deyilən bir şey var. American National Standard Institute olmalıdır açılımı. ANSI haqqında biraz oxuyun. Gələcək dərslərdə bu sizə kömək edəcək ki, TSQL nədir? Bu dərslik bu qədər. Bir sonraki dərsdə görüşənə qədər.